3x basketbol təxminən yaranıb 1980-ci ildə. Yaranma tarixi təxminən göstərilir 1980-ci il. Və 1980-ci ildə yaranıb, ilk dəfə Olimpiya oyunlarına daxil edilib 2017-ci ildə. 2017-də daxil edilib, 2020-ci ildə Tokyo Yay Olimpiya oyunlarında keçirilməyə başlayıb. Və Azərbaycan idmançılar göndərib 2025-ci ildə, təsadüf üzr istəyirəm, 2024-cü ildə. 2024-cü ildə Azərbaycan idmançılar göndərib basketbol üzrə. Və yeniyetmələr üzrə Olimpiya oyunları keçirildi 2010-cu ildə. İlk dəfə basketbolda. 2010-cu il. Əlavə olaraq ilk dəfə dünya çempionatı keçirilib 2012-ci ildə. Qalib olmuş ölkə Serbiya 2012-ci ildə. Və Avropa çempionatı keçirilib 2015-ci ildə. İlk dəfə Avropa çempionatı keçirilib 2015-ci ildə. Və Azərbaycanın bir sıra 3x3 basketbol idman oyununda uğurları var. Bu təsadüf edir 2017-ci ildə, 2017-ci ildə 4-cü İslam həmrəlik oyunlarında həm qadınlar, həm kişilər birinci yerə çıxıb. 2021 5-ci İslam həmrəlik oyunlarında isə qadınlar birinci yerə çıxıb, kişilər isə ikinci yerə çıxıb. Yəni qadınlar qızıl medala layiq görülüb, kişilər gümüş medala. Amma 2017-ci ildə kişilərdə, qadınlar da birinci yerə layiq görülüb. Və əlavə olaraq belə bir sual düşə bilər. 3x basketbolda ən uğurumuz cəhdimiz hardadır? 2017 4-cü İslam həmrəlik oyunları. Çünki qadınlar da burada qızıl medala layiq görülüb, kişilər də. 2021-də qadınlar qızıl medala layiq görülüb, kişilər isə gümüş medala. Onun üçün ən uğurlu cəhdimiz 2017-də təsadüf görülüb. Və 3x basketbol, niyə 3x basketbol deyilir? Yəni, burada böyük basketboldan fərqli olaraq 3-ə 3 oynanılır. Yəni, 3 idmançı qarşı tərəfdə olur, 3 idmançı mənim komandamda. 3-ə 3 idman oyunu. İndi oyun qaydalarına keçək. Üç x basketbolda komanda heyəti. Üç əsas heyəti olur. Birdə ehtiyat. Ümumi bir komandada 4 heyətdən ibarətdir. 3 əsas, 1 ehtiyat. Oyuna başlayan zaman, oyuna gələn zaman ehtiyatsız gələ bilər. Amma mütləq şəkildə oyuna çıxan zaman, oyuna başlayan zaman mütləq şəkildə 3 oyunçu meydanda olmalıdır. Basketbolda necə idi? Basketbolda dedik ya, oyun başlayan zaman mütləq şəkildə 5 oyunçu olmalıdır. Burada da mütləq şəkildə 3 oyunçu olmalıdır. Mütləq şəkildə 3 oyunçu olmalıdır. 3 oyunçu tam heyət olmazsa, yəni tam heyət olmazsa, 3 oyunçu olmazsa, basketbolda 15 dəqiqə gözlənilirdi. Amma burada isə 5 dəqiqə gözlənilir. 5 dəqiqə ərzində heyət tamlaşmazsa, 5 dəqiqə ərzində heyət tamlaşmaz. Həmən komandaya texniki məğlubiyyət verilir. 3 nəfərlə meydana çıxdın. Biri zədələndi və yaxud da diskvalifikasiya aldı. O 2 nəfər qaldı. 2 nəfərlə oyun davam edə bilər. Basketbolda demişik, 2 nəfərdən az oyunçu ilə oyun davam etdirə bilməz. Amma 3-ə 3 basketbolda isə 2 nəfərlə davam etdirə bilər. Hətta 1 nəfərlə də davam etdirə bilər. Artıq oyunda 1 nəfər də qalmayıb, oyunçu yoxdur. 0 olub, avtomatik olaraq həmən komandaya texniki məğlubiyyət. Komanda heyətindən bu qədər.
3x basketbol eni uzunluğu 11 metr. Uzunluğu 11 metr. Eni isə 15 metr olan bir meydançada oynanılır. Baxın, yeganə idman oyunudur ki, uzunluğu enindən kiçikdir. Eni uzunluğundan böyükdür. Yeganə idman oyunudur. Və yeganə idman oyunudur ki, bir meydanda oynanılır. Bir səbətdə oynanılır. Yeganə idman oyunudur. Uzunluğu 11 metr, eni isə 15 metr. Və meydanda gördüyünüz bütün xətlər basketbolda olduğu kimi. Xətlərin qalınlığı 5 santimetrdir. Yenə basketbolda olduğu kimi. Basketbolda necə idisə, səbətin yerdən hündürlüyü 3.5, səbət lövhənin yerdən hündürlüyü 2.90, səbətin diametri 45 santimetr, torun uzunluğu 45 santimetr, zəlmə zərbəsi atılan nöqtə 5.80-likdən atılır, 6.75-in daxili, xarici, eyni basketbolda olduğu kimi. Burada sadəcə o fərqli olaraq basketbolda 2 ayrılmış meydanda oynanır. Hər komandanın özünün meydanı olur, özünə aid olan meydan olur. Amma burada bir meydanda oynanılır, bir səbətdə oynanılır. Belə bir sual qarşınıza düşə bilər. Yalnız bir səbətdə oynanılan və yaxud da bir meydanda oynanılan idman oyunu hansıdır? 3x basketbol. 3x basketbolda oyun necə başlanılır? 3x basketbolda oyun püşk atma ilə başlanılır. Püşk atılır, yalnız bir dəfə keçirilir. Püşk atılır, püşkü qazanan idmançı ya overtime ya oyunu başlamanı burada seçir, ya da overtime'da seçir. Bərabər olarsa, oyun bərabər olarsa, overtime'a gidilərsə, overtime'da seçilir. Oyun necə başlanılır? Oyun cekballa başlanılır. Cekbal necə başlanılır? Məsəl üçün, püşk atıldı. Püşkü atdım. Püşkü mən qazanmışamsa, məsəl üçün, hücumu seçirəm. Deyirəm ki, hücumu seçirəm. Mən hücumda dayanıramsa, mən məsəl üçün hücumda dayanmışam. Bu zaman 6.75-in xaricində, 6.75 xətt yoxdur, bunun xaricində mən dayanıram hücumçu. Və 6.75-in daxilində isə digər komanda dayanır. Məsəl üçün B komandası. 6.75-in daxilində B komandası dayanır, müdafiəçi. Mən hücumu seçmişəm, püşkü qazanmışam, hücumu seçmişəm. Bu zaman mən dayanacam 6.75-in xaricində və aramızda minimum məsafə 1 metr olacaq. Minimum məsafə 1 metr. Və əlavə olaraq bu zaman hakim topu atacaq müdafiə olunan komandaya. Müdafiə olunan komandada topu atacaq mənə. Məsəl üçün, necə olacaq? Burada bir çox hallarda deyə bilərlər ki, topu iminli yerə vurmalısan, sonra atmalısın topa və yaxud da oyunçu atmalısın. Xeyr, istəsən topu yerə də vurub, yerə atdın, qalxdı topu götürə bilərəm. İstəsən elə sinədən topu ata bilərsən. 2 üsundan da ata bilərsən. Və əlavə olaraq 1 metr aramızda məsafə olur. Hücumu mən edirəmsə, hücumçuyamsa, mən dayanıram 6.75-in xaricində. Müdafiəçi isə dayanır 6.75-in daxilində. Top verilir müdafiəçiyə, müdafiəçi topu atır hücuma, 6.75 xaricində dayanan oyuncuya və oyun başlayır. Oyun başlayan zaman hücuma verilən vaxt 12 saniyə. Hücum etdim. 12 saniyə ərzində gəldim. Topu atdım. Top keçdi səbətdən. Səbətdən keçən zaman uğurlu atış, top verilir digər komandaya. Və yaxud da topu gəldim hücuma. Topu attım səbətə dəydi. Qayıtdı. Topu yenidən mən götürdümsə, oyunu davam etdirə bilərəm. Yenidən atmalıyam, ata bilərəm topu. Amma topu attım. Top səbətdən keçmədi. Topu götürdü müdafiəçi. Burada müdafiəçi ilə hücumçu necə olur? Top məndədirsə, mən oluram hücumçu. Top səndədirsə, sən olursan hücumçu. Və yaxud da top səndədir, sən hücumçu olaysan, mən müdafiəçi avtomatik olaram.
Məsəl üçün gəldim hücuma, topu atdım. Top dəydi lövhəyə və yaxud da top səbətdən keçmədi. Topu müdafiəçi götürdü. Müdafiəçi artıq topu götürəndən sonra avtomatik olaraq hə, mən topu götürdüm, müdafiəçiyəm. Atım səbətə, xal qazanım. Xeyr, elə bir şey yoxdur. Müdafiəçi götürdü. Müdafiəçi burada belə bir xətt olur. Burada olan zaman mən müdafiəçiyəm, məsəl üçün, topu götürmüşəm. Bu hissədə olduğumuz adam mənə topu ala bilməzlər. Məndən topu ala bilməzlər. Buradan avtomatik olaraq çıxmalıyam. Çıxdığım zaman 12 saniyə vaxt açılır. Və 12 saniyə ərzində mən 6.75-in xaricinə mütləq qaydada çıxmalıyam və çıxıb 6.75-in xaricinə qayıdıb 6.75-in xaricindən çıxıb 6.75-in daxilinə qayıdıb səbət topu ata bilərəm. Heç çıxdım, hücumu qururam da. Çıxdım, fırlandım məsəl üçün, buradan çıxdım, gəldim buradan topu atdım. Uğurlu atış. İndi basketboldan fərqli olaraq belə xallar da deyim. Basketboldan fərqli olaraq burada 1, 2 xal verilir. Səbətə atılan uğurlu atışlara 1, 2. Basketbolda 1, 2, 3 idi. Burada səbətə atılan xallar 1, 2. 2 xal nə zaman verilir? 2 xal nə zaman verilir? 6.75-in xaricindən atılan uğurlu atışlara 2 xal verilir. 1 xal nə zaman verilir? 6.75-in daxilində atılan uğurlu atışlara 1 xal verilir. Həmçinin cərimə atışlarına 1 xal verilir. Məsəl üçün, basketbolda 6.75-in xarici 3 idi, daxili 2 idi, cərimə atışları 1 idi. Burada isə 6.75-in xarici 2 xal, daxili 1 xal, cərimə atışlarda 1 xal. Xallar bu qədər. Və püşatma ilə oyun dedik, püşatma ilə başlanılır, cekballa başlanılır. Onu deyim. Cekballa oyun nə zaman başlanılır? Cekbal proseslərini deyim, prosedurlarını deyim. Baxın, oyunu başladılan zaman, dedik ki, oyun başlayan zaman cekbaldan başlanılır. Əlavə olaraq, top yan xəttdən çıxarsa, gəlinir cekbaldan başlanılır. Top mübahisəli top olarsa, mübahisəli topda top verilir müdafiə olunan komandaya, mübahisəli topda top verilir müdafiə olunan komandaya. Müdafiə olunan komandaya verilir, gəlinir cekbaldan başlanılır. Baxın, mübahisəli topda cekbaldan başlanılır. Oyun başlayan zaman, cekbaldan başlayır. Top yandan çıxarsa, top yandan çıxarsa, cekbaldan başlanılır. Və time-outdan qayıtdıqda, time-out'a çıxırsan, indi onu da izahını verdim. Time-outdan qayıtdıqda cekbaldan başlanılır. Mübahisəli top, oyunun başlanıcı, time-outdan qayıdırsan cekbaldan. Bir də oyun heç-heçə bitibsə, əlavə overtime oynayırsansa, overtime-da cekbaldan başlanılır. Bunu bildik. Cekbaldan nə zaman başlanılır? Hücuma verilən vaxt 12 saniyə, xalları bildik. Əlavə olaraq bir dəqiqə üzr istəyirəm. Meydan qalsın, lazım olar. Aha. Time-out. Time-outdan danışım 3x basketboldan. Time-outda bir time-out'umuz var. Bir time-out. Time-out'un vaxtı 30 saniyə. 30 saniyə. Bir time-out verilir və time-out'un vaxtı 30 saniyə. Əsas hissədə götürmədiyimiz time-out əlavə hissə oynanılarsa, overtime oynanılarsa əlavə hissəyə keçir. Əsas hissədə götürmüş hissə, overtime-da daha time-out götürə bilmərik. Amma əsas hissədə götürmədiyimiz time-out əlavə hissəyə keçir. Basketbolda dedik, birinci hissədə götürmədiyimiz time-out ikinci hissəyə keçir. Və yaxud ikinci hissə bitdi, ikinci hissədə götürmədiyimiz time-out overtime-a keçmir. Overtime üçün bir time-out verilir. Burada amma bir dəfə time-out verilir. Əsas hissədə götürmədiyimiz time-out əlavə hissəyə, overtime-a keçir. Əlavə olaraq, time-out'u kim götürür? Time-out'u oyuncular özləri götürülür. Baxın, oyun gedişatı zamanı
Məşqçiyə oyun sahəsinə icazə verilmir. Məşqçi oyun sahəsinə gələ bilməz. Oyun sahəsinə yaxınlığına buraxılmır. Onun üçün oyunçu dəyişikliyində oyunçu dəyişikliyi məhdudiyyət yoxdur. Oyunçu dəyişikliyi zamanı məhdudiyyət yoxdur. Və oyunçu dəyişikliyi zamanı top ölü olduqda oyunçular öz aralarında oyunçu dəyişikliyi edir. Hakimiyyədə deyilmədən. Hakimiyyət deyilmir, öz aralarında oyunçu dəyişikliyi edirlər top ölü olduğu halda. Time-out bildik. Ümumiyyətlə oyun bir hissədən ibarətdir və yaxud da 21 xallıq. Onu izah edeyim. Bir hissə və yaxud da 21 xallıq. Bir hissəmiz 10 dəqiqədən ibarətdir. Bir hissə 10 dəqiqədən ibarət və yaxud da 21 xallıq. Məsəl üçün, komanda oynanılır 8-ci dəqiqədə. Hesab 21-17-dir. 8-ci dəqiqədə 21-ci xalı qazandıq. Avtomatik olaraq oyun bitir. 21 xalı qazanan komanda qalib olur. Gözləmirik 10 dəqiqə bitsin. 21 xalı qazanan 10 dəqiqə bitməmiş, 21 xalı qazanan komanda qalib hesab olunur. Əlavə olaraq 10 dəqiqə bitdi. 10 dəqiqə bitdi. 10 dəqiqə bitdi. 10 dəqiqə bitdi. Hesab 17-17-dir. Hesab 17-17-dir. 10 dəqiqə bitib. Avtomatik olaraq 1 dəqiqə fasilədən sonra overtime olur. Yəni əlavə hissə oynanır. Bunu yadınızda saxlayın. Bu 1 dəqiqə fasilədə, məsəl üçün 1 dəqiqə fasilədə oyunçu etik davranışını pozur hakimə qarşı. Məsəl üçün hakimə qarşı. Bu zaman bu 1 dəqiqə fasilə ərzində daha oyun başlamamışdan əvvəl, o əlavə hissə, overtime başlamamışdan əvvəl gəlir həmən komandaya, məsəl üçün mən etik davranışımı pozuram, texniki faul. Gəlir oyun başlamamızdan əvvəl gəlir rəqib bir cərimə atışını atır. Uğurlu eləsə elə bir xalların əvvəlcədən alırlar. Bu cür olur. Keçək bunun izahına. Hesab 17-17-dir. 1 dəqiqə fasilədən sonra overtime-a keçsinlər. Overtime-da ilk 2 xalı qazanan idmançı, ilk 2 xalı qazanan komanda oyunun qalibi hesab olunur. Baxın, demirəm ardıcıl şəkildə 2 xalı. İlk 2 xalı necə olur? Məsəl üçün oynayırıq, A-B komandası oynayır. A komandası gəldi. Bu olsun A komandası, bu da olsun B komandası. A komandası gəldi daxildə. Bir atış atdı. Uğurlu atış atdı. Daxil dediyi axı 1 xalla qiymətləndir. Xaric 2-dir, daxil 1. Daxil, xaric. Daxil 1 xal, xaric 2 xal. Daxildən 1 xalla qiymətləndir. Oldu hesab 18-17. Və gəldi B komandası. Bu səfər daxildən 1 xal o da qazandı, uğurlu atış atdı. Oldu hesab 18-18. Oldu 18-18. Ardıcıl olaraq B komandası yenidən daxildən 1 xal atdı. Oldu hesab 18-19. B komandası 19, A komandası 18. Avtomatik oyun bitir. 17-17 başlamışdılar. Yəni overtime başlamışdılar. 19-18 oyun bitdi. İlk 2 xalı B komandası qazanıb. Burada deyim, aralarında 2 xal fərqi yoxdur ki? Yox. 2 ardıcıl xal qazandı da düşsə yanlışdır. Məsəl üçün 17-17 oyun bitib. 17-17. A komandası gəldi. Bu A olsun, bu da B. Buranı görürsünüz bu hissəni. Siz də görmürsünüz. Məsəl üçün 17-17 bitib. A komandası A, B. 17-17 bitib.
İndi A komandası gəlir. Daxildən bir xal atır. Olur 18. B komandası da bir xal atır. Olur 18. 18, 18 oldu mu? Yerdən A komandası bir xal atır. 19. Oyun bitti. 19, 18. İlk 2 xalı qazandı. İlk 2 xalı. Demir ya, baxın, ardıcıl qazanmadı. 18, 18 oldu. Birinci A komandası qazandı. Sonra B komandası. Ardıcıl olmadı ki. Aralarında 2 xal fərqi yoxdur ki. Yox. İlk 2 xal qazandı. Və yaxud da belə ola bilər. 17-17'dir. A komandası ilə bir dəfəmlik 6.75'in xaricindən topu attı. Oldu hesab 19, 17. Oyun bitti. İç xal qazanıb. Xaricdən attığına görə çıxaldı. Demişik ya, xarici çıxaldı. Baxın, belə bir sual düşə bilər. Overtime-da maksimum neçə xal qazanıla bilər? Yəni overtime-da 2 xal deməmişik, məsəl üçün. Overtime-da maksimum neçə xal qazanıla bilər? Oyun overtime-a getdiyi zaman maksimum neçə xal qazana bilər? Məsəl üçün, oyun bitib, 10 dəqiqə bitib. 10 dəqiqə bitib. Hesab 20-20'dir. Hesab 20-20'dir. 2 dəqiqə. Hesab 20-20'dir. Overtime-a getdik. 20-21'dir. Əgər 21 10 dəqiqə bitməmiş hansı komanda 21 olsaydı, oyun bitəcəkdi. Amma 20-20 olduğuna görə ilk xalı oynayacaqlar da. Overtime-a gediblər, ilk 2 xalı oynayacaqlar. 20-20'dir. Məsəl üçün, A komandası attı, oldu 21-20. Yenə A komandası daxildən attı, bir xallıq. Daxildən attı, oldu 21-20. Xaricdən bu səfər attı, oldu 23-20. 23-20. Oyun bitti mi? 23-20. Maksimum overtime-dan bir yerdə, baxın, sual düşə bilər. Maksimum overtime-da oynanılarsa, overtime-dan bir yerdə neçə xal toplana bilər? Maksimum 23 xal. Niyə? 20-20 ilə başladı. Bir xal daxildən qazandı, oldu 21-20. Bir xaricdən bu səfər ardınca attı, xaricdən attı. Xaricdən attığına görə 2 xal, xaric demişik axı 2 xaldır. O 21'in üzərinə 2, 23. Ona görə 23-20 olacaq. İndi keçək buna deyək. Məsəl üçün, deyilə bilər ki, overtime-sız, oyun ərzində overtime-sız, oyun bitdiyi zaman maksimum neçə xal toplana bilər? Maksimum neçə xal toplana bilər? Demişik ki, 21 xalın qalibi oyunun qalibidir. Məsəl üçün, hesab 20-18. 20-18. Demişik, 21 xalın qalibi qalibdir. A komandası xaricdə 6.75'in xaricindən atır topu. 24 idi. 2 xal gələcək üzərinə 22-18. Hesab bitdi. Oyunun qalibi A komandası. 21 olmadı, 22 oldu. Fərqi nədir? 21'i keçib. Demək, oyun gedişatı zamanı maksimum 22 ola bilər. Yəni, əsas hissə oynanılan zaman maksimum 22 xal toplana bilər. Overtime-la birgə isə maksimum 23 xal toplana bilər. Buranı başa düşdünüz? Oyunçu dəyişikliyindən dedik ki, məhdudiyyət yoxdur. Xalları bildik. Bir hissə 1-2 və gərək komandanın faul limiti. Burada böyük basketbolda demişik ki, böyük basketbolda oyunçunun 5 faul limiti var. Komandanın isə 4 faul limiti var. Burada isə 3-3 basketbolda oyunçunun faul limiti yoxdur. Komandanın isə faul limiti 6'dır. Oyunçunun faul limiti yoxdur, komandanın faul limiti 6'dır. Məsəl üçün, komandanın faul limiti 6. Komandanın faul limitini doldurdu. 6 oldu.
Komandanın faal limiti doldurdu. 7-cini etdi. 7-cini etdikdə artıq komandanın səbətinə 2 cərimə atışı atılacaq. Baxın, 7, 8, 9. Baxın, 7, 8, 9. 7, 8, 9-da komandanın səbətinə 2 atış atılır. Artıq 10, ondan sonra 11, 12, üzü belə. Ondan üzü yuxarı. Olduqda isə komandanın səbətinə 2 cərimə atışı atılır. Və həmən mən məsəl üçün rəqib B komandası 10 etdi, 10 etdi. 10-cu faalını etdi. Mən gedirəm səbətinə 2 cərimə atışı atıram və cərimə atışı atdıqdan sonra topu mən başlayacağam. Hücumçu mən olacağam. Topa sahib mən olacağam. Amma 7, 8, 9-da isə elə gedirəm 2 cərimə atışını atıram. Top verdik müdafiə olunan komandaya. Bunu bildik. Və əlavə olaraq texniki faul. Basketbolda demişik ki, oyunçu bir texniki faul etdi, birinci texniki faul etdi. Gedilir səbətindən birinci atış atılır. Səbətə bir cərimə atış atılır. İkincisini etdi, oyundan kənarlaşdırılır, yenidən gedirlər səbətə bir cərimə atış atılır. Amma basketbolda necədir? Basketbolda səbətə bir atış atılır. Səbətə bir atış atılır. Amma oyunçu neçə dəfə texniki faul etsə, oyundan kənarlaşmır. 2 etdi, kənarlaşmayacaq. 3 etdi, kənarlaşmayacaq. 3x basketbolda, 3x basketbolda texniki faula görə oyunçu oyundan kənarlaşmır. Kənarlaşdırılmır. Amma yadınızda saxlayın. Texniki faulda birincini etdi. Oyunçu birinci texniki faulu etdi. Məsəl üçün komandanın faul limiti 4-dür. Birincini etdi. Komandanın faul limiti olacaq 5. Artıq texniki faul ikincini etdi. 5 deyildi, olacaq 7. Üzərinə artıq 2 gələcək. 1 yox, 2 gələcək. Birincidə 1 gələcək komandanın faul limitinin üzərinə. İkincidə isə 2 gələcək artıq. Qeyri-idman faulunda. Qeyri-idman faulunda. Qeyri-idman faulu. Demişik ki, basketbolda komanda bir qeyri-idman faulu etdi. Oyunçu bir qeyri-idman faulu etdi. Gəlir rəqib səbətə topu atır. Top qalır rəqibdə. Cərimə atışını atan komandada. İkincisini etdi, oyundan kənarlaşır. Burada necədir? Qeyri-idman faulu. Oyunçu qeyri-idman faulunu etdi. Avtomatik olaraq komandanın faul limitinə 2 yazılacaq. Komandanın faul limitinə 1 yox, elə birincini etdi, 2 yazılacaq. Komandanın faul limitinə 2. Və komanda gedib 2 cərimə atışı atacaq. Mən etdim qeyri-idman faulu. Mənim komandamın faul limitinin üzərinə 2 yazıldı. Və mənim komandamın səbətinə 2 atış atılacaq. Birincidə bu cürdür. Və birincini etdikdə topa sahib olmaq məndə olacaq. Topa sahib olmaq məndə olacaq. İkincini etdikdə isə, yenə 2 üzərinə gələcək, 2 üzərinə gələcək, 2 üzərinə gələcək. Və topa sahib olma məndə olmayacaq artıq. Topa sahib olma olacaq rəqibdə. Bu nüansı da yadınızda saxlayın. Məsəl üçün, komandanın faul limiti 8-dir. Baxın, komandanın faul limiti 8-dir. Mən getdim birinci qeyri-idman faulumu etdim. Birinci qeyri-idman faulumu. Demişik, birinci qeyri-idman faulunda top elə müdafiə olunan komandada qalır. Cərimə atışı edən komandada qalmır. Amma komandanın faul limiti 8-dir. Birincini etdim. 8-dir. Dedik qeyri-idman faula görə 2 əlavə gələcək. Artıq 8-in üstünə 2 gəldi. Oldu mu 10? Olacaq 10. 10 olduqda demişik axı 10 və ondan sonra 10 və ondan sonraki faullarda topa sahib olma da bizdə olur.
Həm cərimə 2 cərimə atışı atırıq, həm də topa sahib olma bizdə olur. Burada da demişdik birinci qeyri-idman faalında birinci qeyri-idman faalı edirəm. Gəlirlər cərimə atışını atırlar, top onlarda olmur. Top elə qalır məndə. İkincisini edirəm. Gəlirlər 2 cərimə atışı atırlar, topa sahib olurlar, gedirlər. Həm də topa da sahib olurlar. Burada 8 olduqda, amma fol 8-dir. Fikirləşin, təsəvvür edin, 8-dir. 8-cidə qeyri-idman faalını ilk dəfə etdim. 8-cidə. İlk dəfə etdiyimə görə bayaq deyirdim, axı top məndə qalacaq. Gedəcəklər, oyunu başlayacaqlar. Amma 8-ni etdikdə avtomatik olaraq 2 üzərinə gələcək. Demişik axı, bayaq dedik, ondan sonraki faallarda 10, 11-ci faallardan sonra, ondan sonraki faallarda artıq topa sahib olma da rəqibdə olur. Onun üçün artıq topa sahib olma olacaq rəqibdə. Hissəsi birincidə də artıq olur rəqibdə. Bu nüansı başa düşdünüz? Kim başa düşmədi bu nüansı desin. Basket faul. Basketbolda olduğu kimi basket faul. Komanda faul limiti bildirik ki 6-dır. Bu qalsın bu yerdə. Basket faul. Məsəl üçün, komandanın faul limiti 4-dür. Məsəl üçün, komandanın faul limiti 4-dür. Topu atdığım an 6.75-in xaricində topu atdığım an 6.75-in xaricində demişik 2 xaldır, daxilində 1 xal. Topu atdığım an basket faul olur. Yəni top səbətdən keçir. Basket faul olur. Bu zaman gəlirəm top səbətdən keçdiyinə görə 2 xal yazılır. Gəlirəm 1 cərimə atışı yerinə yetirəm. Komandanın faul limiti 4 olarsa, baxın, basket faul oldu 6.75-in xaricində. Basket faul oldu. Gəlirəm 1 cərimə atışı atıram və 2 plus xal yazılır. Bu hal daxildə olarsa, komandanın faul limiti 4 olarsa, mənə qarşı basket faul olarsa, bu zaman 6.75-in daxilində 1 xal qeydə alınır, 1 cərimə atışı atılır. Məsəl üçün, 6.75-in xaricində topu atdığım an mənə qayda pozuntusu olarsa, top səbətdən keçməzsə, sadəcə 2 cərimə atışı gəlib yerinə yetiriləcək. 2 cərimə atışı atılacaq. Bu hal 6.75-in daxilində topu atdığım an mənə qarşı qayda pozuntusu olarsa, top səbətdən keçməzsə, sadəcə 1 cərimə atışı olar. Bu aiddir komandanın faul limiti 4 olarsa. Komanda faul limiti 7 olarsa, demişik, komanda faul limiti 6-dır. 7 olarsa, komanda faul limitini doldurarsa, 7 olarsa. 6.75-in xaricində basket faul olarsa, topu atdım, səbətdən keçdi, basket faul. 2 xal qeydə alınacaq və artıq 2 cərimə atışı atacaq. Bayaq komandanın faul limiti 4 idi, 2 xal yazılırdı, 1 cərimə atışı atılırdı. Amma burada komanda faul limiti dolduğuna görə, 7 olduğuna görə artıq 2 cərimə atışı atılacaq. Baxın, yadınızda saxlayın. Komandanın faul limiti dolubsa, basket faul olursa 2 cərimə atışı əlavə olunacaq. Daxildə olsa 1 xal qeydə alınacaq, 2 cərimə atışı. Xaricdə olarsa 2 xal qeydə alınacaq, 2 cərimə atışı. Əgər komandanın faul limiti dolmayıbsa, məsəl üçün 4-dür, dolmayıbsa, o zaman xaricdə olarsa 2 xal, 1 cərimə atışı. Daxildə olarsa 1 xal, 1 cərimə atışı. Başa düşdünüz? Dolarsa 2 cərimə atışı verilir, dolmazsa 1 cərimə atışı verilir.